Salam əziz və dəyərli izləyicilərim. Bugün bu videomun ola bilsin məzmunu uzun olsun. Çünki xərçəng xəstəliyindən necə özümüzü qorumalıyıq, nələr olanda xərçəng hüceyrələri baş qaldırır, onlar haqqında danışacağım. Əgər məzmunu uzundur, kimisə incidirsə, kiməsə sərf etmirsə, ki bilirəm kimlərə sərf etmirsiniz, gedin öz səviyyənizə uyğun videolara qulaq asın. Mən özüm üçün dəyərli olan izləyicilərim üçün danışıram. Çünki bilirəm ki, xalqım çox xeyir görür. Bunu mənə yazılan milyonlarla, minlərlə yox, milyonlarla dualardan bilirəm. Və dualarınız, sevgiləriniz qarşılıqlıdır. Mən də nə qədər ki mənə əziyyətimə dəyər verib dualar yazırsınız, mən onun qarşılığı olaraq sizin üçün videolar yorulmadan, usanmadan, nə qədər ki canımda can var, Allah can verir, oxuyacağım, hələ də araşdıracağım və sizlər üçün danışacağım. Mən elə belə öz fantaziyalarımı danışmıram. Bütün dünyaca məşhur olan bilim insanlarının, professor onkoloqlarının illərini xərçəng xəstəliyi ilə mübarizə aparan xəstələrlə həyatını keçirtmiş, müalicə etmiş o professorların, bilim insanlarının faktlarını deyəcəm, kitablarını göstərəcəm, hansı ki hələ indi də oxuyuram, mən doymuram, usanmıram, araşdırıram sizin üçün, mənim dəyərli xalqım. Çünki çox dəhşət saçır, artıq bir evdən iki adamdadır xərçəng xəstəliyi, artıq bir evdən birdə, hətta mənə yazılanlardan görürəm ki, elə insan var ki, bir evdə iki qardaş, bir bacı, nə bilim, ata, ana, dəhşətdir yəni. Elə mənim evimdə də dediyim kimi bacım rəhmətlik və atam rəhmətlik, cavan rəhmətə gedib, kaş ki o vaxtlar bu qədər bilinçli, bu qədər oxumuş, araşdırmış olaydım. Mənim əzizlərim, çox dəhşət saçır xərçəng xəstəliyi, get-gedə də artır günü-günündən. Elə bilin ki, bir qrip epidemiyası kimidir. Bəli, həm yediklərimizdəndir, həm hava təsirindən də, ən əsası stressdəndir və ən əsas amilləri sizə deyəcəm, ən əsas nələrə görə bu xərçəng xəstəliyi bu qədər yayılıb, sizə yenə də deyirəm, öz fantaziyalarımı deyil, dəqiq faktları sizə göstərəcəm, deyəcəm. Deməli, mən bütün oxuduğum professorlardan ortaya gələn özüm araşdırmalarım var ki, hansı ki oxumaqdan gecə-gündüz doymuram. Məsələn, bu professorlardan Professor Newmovakin görürsünüz rak xəstəliyi haqqında. Bax, rak. Bəzən deyirsiniz ki, kitabı tərs tutursunuz. Xeyr, mənim əzizlərim, mən kitabı düz tuturam. Ekran tərs göstərir. Yəni, mən elə etmərəm, mənim əzizlərim. Bu professor, bilim insanı, baxın, bir professor haqqında bu qədər elmi işləri yazılır. Görün, nə qədər elmi işləri var, nə qədər, bax, bunlar hamısı ona aiddir. Professor Newmovakinə aiddir. O nə yazır, o haqda deyəcəm. Çünki mən özüm də çox araşdırdım. Çox kitablar var. Yəni, onları göstərsəm video çox uzun olacaq. Bu da professor onkoloq, illərini xərçəng xəstəliyi ilə mübarizəyə vermiş professor onkoloq Kotov, onkoloq Kotovun, tanınmış onkoloq Kotov yazır bu kitabı. Onu da sizə deyəcəm. Ən əsası oxuduğum bütün professorların, alimlərin kitablarından ortaya nəticə əldə edərək ən çox sevdiyim professor onkoloq Mukherjee'dir. Hindistan əsillidir, amma Amerikada doğulub, böyüyüb. Deməli, bu kitab özü, təsəvvür eləyin ki, cürbəcür mükafatlar var. Çox həkimlər Nobel mükafatı, bir çox mükafatlar alıblar. Amma Pulitzerovski mükafat bir bu Mukherjee, bax, bu onkoloqa verilib dünyada. Təsəvvür eləyin, birinci, ilk. Yazsanız internetdə görəcəksiniz və görünməyən bir hadisədir ki, bu kitabın özünə, baxın, kitabın adı Tsar Всех болезней. Bu kitab özü həmən o dediyim Pulitzerovski mükafata layiq görülüb. New York Times qəzetində, jurnallarında dərc olunub. Hansı ki, orada dərc olunmur kitablar haqqında. Nəyinsə təsdiqini tapmamış və kritiklər var ki, Amerikanın kritikləri bu kitabda təsdiqləyiblər, bu kitabda yazılanların nə qədər düzgün olduğunu. Hansı ki, onlar kritiklərdir, onlar həmişə protiv şeylər danışırlar, kritikavat eləyirlər. Yəni, o Azərbaycan dilində qəbul eləmirlər onlar. Amma bu kitabda hamısı təsdiqini tapıb. Mən bütün çox uzun-uzad danışa bilməyəcəm. Sizə çalışdıqca çox ətraflı izah edəcəm. Axıra qədər diqqətlə izləyin mənim əzizlərim. Çünki mənim özümü də vahimə basır. Artıq uşaqlarda da var. Çox dəhşət saçır. Əvvəl bir yara olanda hamı tez həkimə gedərdi. İndi hamı qorxur. Çünki deyir, gedəcəm, deyəcək rakdır. Bir şiş gördü bədənində, sırazu gedirdi həkimə. İndi isə qorxurlar ki, gedəcəm, deyəcək onkolojidir. Yəni, birinci onu deyim ki, heç vaxt həkimdən qorxmayın. Əgər savadlı həkimdirsə, sizi pul kimi görməyən onkoloqdursa, canı yanan onkoloqdursa, mütləq gedin, araşdırın, gedin. Amma o onkoloq ki, sizə və yaxud sizin doğmanıza deyirsə ki, aparın bu xəstənin ömrünə 6 ay qalıb, elə o otaqdan çıxın. Çünki ömrü verən Allahdır və elə bir xəstə ola bilməz ki, özü, bax, bu professorların da təsdiqləridir ki, özü özünü müalicə eləyə bilər. Orqanlarımız özü özünü bərpa eləyə bilər. Yetər ki, bunu siz istəyəsiniz. Və yediklərimizdən, baxın, artıq çəkidən azad olmalısınız. Artıq çəki get-gedə xərçəng aparacaq.
apara bilər. Yəni mərhələlərlə apara bilər deyə də bilmədim. Xərçəng hüceyrələri meydana gələ bilər. Baxın, hər birimizin orqanizmində sərbəst radikallar var, hansı ki, bunları loru dildə sizə izah edeyim. Pis hüceyrələrdir. Yəni lazımsız belə deyim, xuliqanlardır. Onlar bizim hamımızın orqanizmində var. Hər bir sağlam orqanizmdə var. Amma sizin həyat tərzinizdən, yediklərinizdən, keçirdiyiniz stresslərdən əlaqəli olaraq immun sisteminiz aşağı düşürsə, immun sistemimizdə bizim təsəvvür edin ki, ordu şəklində durur. Və bu immun sistemini də qidalandıran nələrdir? Silahlandıran, belə deyim. İmmun sistemimizdə polislərdir. Baxın, belə izah edirəm. Bu polislər də əllərində silahları olmasa, axı heç kimlə mübarizə apara bilməzlər. Heç bir xuliqanlardan, heç bir pis adamlardan, cinayətkarlarla, mənim əzizlərim. Bax, bu cinayətkarlarla mübarizə aparması üçün polislərin antioksidantlar lazımdır. Sağlam həyat tərzi lazımdır. Artıq çəkidən azad olmaq lazımdır. Baxın, həmən o sərbəst radikallar orqanizmimizdə, hətta uşaqların orqanizmində, hər birimizin orqanizmində gündə 300-ə qədər xərçəng hüceyrəsi baş verir. Amma immun sistemimiz özü o qədər gözəldir ki, Allah orqanizmimizi o qədər gözəl yaradıb ki, özü axtarır, onu həmən orada ikən məhv edir. Qoymur ki, həmən o sərbəst radikallar, o pis hüceyrələr yaxşı hüceyrələrimizi məhv eləsin. Amma siz buna bəziləriniz yol vermirsiniz. Ona görə də bu qədər artıb. Nədir bunlar? Bir Alman bilim insanına sual verirlər ki, necə eləsək sağlam yaşayarıq ömrümüzü, sağlıqlı uzun ömür yaşayarıq. Deyir ki, qara günə düşmək istəmirsinizsə ağ şeylərdən uzaq olun. Bu ağ şeylər nədir? Təbii ki, un, pesoq, duz və s. Deyərsiniz ki, ay Məryəm xanım, keçmişdə dədə babadan şirin çaydan böyüyür uşaqlar, çörək yemişik, nə bilmirəm. Bəli, o vaxtı un yadınızda olarsa kəpəkli idi, əzil unu idi, qatqı yox idi. Pesoqdur, şəkər tozudur, duzdur. Stolun üstünə bugün qoyardıq, səhəri görərdik ki, daşdaşıb. Bax, indi onlar daşdaşmasın deyənə, illərlə qalıb xarab olmasın deyənə çox dəhşətli kimyəvi qatqılar var. Baxın, Füzuli Hüseynovun dəyərli həkimimizin videolarına da baxsanız, o da deyir ki, qaldırıb belə pesoğu yuxarıdan töysəniz, gün işığında görərsiniz ki, onun tərkibində nə kimyəvi qatqılar var. Bu da mişyaqdır. Mişyaq da çox dəhşətli bir şeydir. Gətirib elə bilin ki, xərçəng hüceyrələrini siz qidalandırırsınız. Nə ilə qidalandırırsınız? Stresslə, kin saxlamaqla, şirniyyat yeməklə, hər gün xəmir xörəkləri qızartma, pis yağ yeməklə. Əvvəllər də pis yağ yemirdi, hamı mal yağı yeyirdi. Sonra cəmaatı çaşdırdılar ki, güya kərə yağı infarkt yaradır, nə? Amma tam tərsi, kərə yağı gündə 20 qram təmiz kərə yağıdırsa yeyilməlidir və antioksidantlarla zəngin qidalanmalısınız ki, həmən o immun sisteminə elə bilin ki, yaxşı silahlar vermiş olursunuz. Onda tam arxayın yaşayırsınız. Antioksidantlar nələrdə var? Hər videolarımda çəkirəm, yorulmadan da deyirəm. Nə olar, əməl eləyin, buğda, mərci, maş cücərmələri yeyin. Mənim səhifələrimdə var, necə cücərdilir, necə yeyilir, antioksidantlarla zəngindir, bütün vitamin, minerallarla zəngindir. Şirniyyatı heç olmasa minimuma indirin. Mən demirəm tamamilə çıxardın, çünki orqanizmə glukoza da lazımdır, amma qədərində, çox aşırı dərəcədə olmaz. Və bütün bu kitablardan ortaya çıxaraq sual versəniz ki, Məryəm xanım, bu qədər yayılmasının, bu qədər dəhşət saçmasının səbəbi, ən birinci səbəbi, bütün mənim yox, mənim fantaziyam deyil, bütün professorların, bilim insanların, alimlərin ortaq bir məxrəcə gəlirlər. Bir nəticə, birinci yerdə gedir stres. Əgər xoşbəxtsinizsə, gözəl həyatınız varsa, ən əsası qəbz olmursunuzsa, çünki hər gün üzr istəyirəm, böyük bayra getməlisiniz. Getməsəniz, bu artıq sizin orqanizminizə stresdir. Toksinlər verir bədənə və o toksinləri də kista fibroma niyə əmələ gəlir? Kistalar da sonra böyüyür, xərçəngə hüceyrəsinə çevrilir. O kistalar həmən o toksinlərlə qidalanır. Şirin yeyirsiniz, çox şirin xərçə hüceyrələrini cücərdir. Streslə turş mühit yaranır orqanizminizdə, qanınızda və orqanizminizdə bu yediklərinizdən streslə, hətta qanımızda belə turş mühit yaradır. Bu da ki, göbələklər artırır orqanizmdə. Göbələklər də bildiyiniz xərçəng hüceyrələridir. Baxın, onlar artır, böyüyür, olur xərçəng hüceyrələri. Qələvi mühit yaratmalısınız. Qələvi mühit üçün sağlam həyat tərzi keçirməlisiniz. Qələvi mühit üçün stressdən uzaq olmalısınız. Doğrudan da stres hər bir xəstəliyin başlanğıcıdır. Buna inanın, əmin olun və inamla özünüzü müalicə etsəniz, bir çox təbii şeylər var ki, əvvəllər həkimlər olmayıb, apteklər olmayıb, amma türkəçarə həkimlər olubdur ki, onlar hər bir bitkinin, hər bir otun
otun biliblər nəyə xeyri var, amma onları da qədərində bilməlisiniz. Elə bildiniz, bilmədiniz otlar da çox kəndə, onların da mənfi təsiri ola bilər. Ona görə bilən adamlara başvurmalısınız, özünüz araşdırmalısınız, oxumalısınız. Baxın, Yoshinori yazın, Yapon alimi, onu oxuyun. Niyə Nobel mükafatı alıb rak xəstəliyindən, o nələr deyir, nə etmək lazımdır, necə həyat tərzi sürmək lazımdır. Deyirsiniz ki, milyonerlər var, bəli, mənim də qarşıma çıxır, amma onların da həyatlarını araşdırmışam, xərçəng olanların ki, milyarder də amma xərçəng xəstəliyindən vəfat eləyib. Baxın, Steve'dir deyəsən onun adı. Baxsanız internetdə görərsiniz və o da deyir ki, mən fasiləsiz işləmişəm, heç özümə istirahət verməmişəm. Bilirsiniz, bunlar nə qədər orqanizmə ziyandır. Və ona görə də tam sağlam həyat tərzi sürün. Çox xahiş edirəm, bol ilıq su için hər gün yarım saat gəzməlisiniz. İçkidən, sigaretdən uzaq olmalısınız. 11 ilə 4 arası gün altına çalışdıqca çıxmayın. Çıxırsınızsa şlyapa qoyun, bağlı geyinin ki, bədəninizə o şüalar keçməsin. Çünki əgər balaca bir kistanız varsa, günün altında hər gün o saatlarda çıxsanız pis şişə çevrilə bilər. Tez-tez həkimlərə gedin, analizlərinizi verin, uzilərdən keçin. Özünüzə qıyın, sizdən bir dənədir, bir də təkrarınız olmayacaq. Ona görə də tam şəkildə ki, mən gözəl həyat keçirəcəm, dualarla, zikirlərlə, şükürlərlə, hər gün şükürlərlə durun. Yerinizdən duranda şükürlərinizi eləyin. İnanın ki, dua ilə beynin birbaşa əlaqəsi var. Bütün xəstəliklərdən sağalmaq mümkündür. Yetər ki, dediyim kimi sağlam həyat tərzi sürün. Dediyim şeylərdən uzaq olun mənim əzizlərim. Çünki gördüyüm, baxın, bu professor Aleksey Moskalyovdur, bilim insanıdır. Bağırsaq haqqında yazır ki, bağırsağımızdan əlaqəlidir xərçəng xəstəliyi də olmaq. Niyə görə? Bədənimizdə 36.6 dərəcə qızdırma var. O qızdırmada təsəvvür edin hər birimizdə. Yemək qalır, orada iyilənmə prosesi gedir. Toksik maddələr verir. Heç bir gün belə qalmalı deyil. Hər gün normal amma. Bu sena çayıdır, acılıq otudur. Bunlarla tualetə gedirsinizsə, bağırsağımızda həmən o deyirəmi ordu lazımdır. İmmun sistemi bağırsağımızdan bağırsağımız cavabdehdir immun sisteminə. Siz də onları yuyub aparırsınız arıqlama çayı ilə, sena ilə, nə bilim, bisakadil falan, nifrət eləyirəm onlara. Onlardan uzaq olun. Tam sağlam şəkildə lifli qidalarla. Dediyim kimi idman eləmirsinizsə təmiz havada gəzin, gülər üzlü olun, rəqs eləyin tez-tez və bütün bu dediklərimə əməl etsəniz, inanın, qonuma, qonşuya, hamıya göndərin qohumlarınıza bu videoları. Çünki yenə də deyirəm, təkrar eləyirəm, Məryəm xanım öz fantaziyalarını yürütmür. Mən bütün professorların leksiyalarını hamı yatır televizorda qoyuram, YouTube'da siz də qoyub baxa bilərsiniz. Təsəvvür edin ki, tam sakitlikdə qulaq asıram ki, onların bir cümlələrini belə ötürməyim. Yəni ki, nələrdən, baxın, sizə bir saydım, stresdən, baxın, yediyiniz qidalardan, düzgün həyat tərzi keçirin, bir sizə sadaladım, diqqətlə videoya qulaq asın ki, nələr etsəniz, xərçəng hüceyrələrini cücərtmiş olursunuz. Və bütün bunlara əməl etsəniz, inanın ki, heç olmasa əlbir olub xərçəng xəstəliyini heç olmasa azalda bilərik. Və kimdə də xərçəng xəstəliyi artıq varsa, xərçəng hüceyrələri varsa, onları acılıqla məhv eləyə bilərsiniz. Çünki acılıq etdikcə, bu səhər gün orta axşam acılığa aid deyil. O səhər gün orta axşam yeməlisiniz. Sağlam qidalarla təbii ki. Axşamın acılığından gedir. 14 saatlıq acılıqda xərçəng hüceyrəsi canlıdır axı, o sizdən yemək gözləyir. Siz onu yemləməyəndə, qidalandırmayanda özünü ac qaldığı üçün yeyir. Görürsünüz nə qədər, aydan çox danışaram, amma ki videoya yer olmur, TikTok icazə vermir və bəzi deyim ki, əsəbləşdirirəm ki, çox danışırsınız Məryəm xanım. Ona görə üzr istəyirəm, əgər çox danışdımsa, çalışdıqca istəyirəm ki, hamınızı məlumatlandırın bu haqda. Mənim əzizlərim, və bütünlüklə sağlam həyat tərzi keçirmək istəyirsinizsə, toksinlərin orqanizmdən sağlam tərzdə çıxmağını istəyirsinizsə, xərçəng hüceyrələrindən özünüzü qorumaq istəyirsinizsə, qəbzlikdən azad olub, hər gün saat kimi bağırsağınızın işləməsini istəyirsinizsə, sağlam yolla, dərmanlarsız, şamlarsız, klizmasız, böyük qarından azad olmaq istəyirsinizsə, çünki hər 1 kilo artan çəki bir artıq xəstəlikdir. Amma 1 kilo aşağı düşdüsə, bir xəstəliyiniz azalır, şəkərdən özünüzü qoruyursunuz, xərçəkdə və s. və ilaxıra. Mənim qrupuma gələ bilərsiniz, ödənişli qrupuma gələ bilərsiniz. Mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım, çünki onlar dəhşət saçır. Acılıqdır, su diyetidir, məndə mümkün deyil, bunlar qadağandır. Mən sizə köpürəm, Allah ol, nə bilim, mezinforti, pankreatin deməyəcəm, çünki siz orqanizminizi örgədirsiniz hər gün içəndə, sonra mədə altı və sizə ferment vermir. Mən yeganə diyetoloq, nutrisioloqam ki, hər şeyin kimyasını da araşdırıram. Canınızı bir mütəxəssisə əmanət edərək tam sağlam həyat tərzi sürmək istəyirsinizsə, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. İli 20 manata qrup bir dənə məndədir. Bəli, bir dəfə 20 manat ödəyib girirsiniz, bütün qızıl qaydalarımı örgədirəm, bütün sağlam həyat tərzi sürürsünüz.
görürsünüz, qəbizlikdən azad olursunuz. Gözəllik sirlərimi xanımlar sizlərlə həmən bölüşürəm. 20 manatı ödəməklə düz eşitdiniz, hər ay ödəmirsiniz. Amma nömrəmi gərək düzgün yazasınız. Mən necə tələffüz edirəmsə, istər kətdən, rayondan, şəhərdən, xarici ölkədən, hardan olursa olsun, özünüzdən tiredi, özünüzdən 012 55 70 əlavə eləməyin. Necə tələffüz edirəm? O cürə də yaddaşa salın. Təbii ki, WhatsApp qrupuma, sağlamlıq orduma qoşulmaq istəyirsinizsə. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.